30 Ramazan 40 tövsiyə kitabı. Birinci hissə. Ramazan ayını əhya etmək üçün 40 vəsilə tövsiyə. Ramazan ayında hər gün 2 dəfə oruç tutmaq istəyirsiniz? Ramazan ayında hər gün 2 dəfə oruç tutmaq istəyirsinizmi? Yaxşı, elə isə bunu necə etmək olar? Zeyd Xaliddən rəvayət edilən hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sanki Ramazan ayını 2 qat oruçlu keçirməyin yolunu göstərir. Kim bir oruçluya iftar verərsə, o oruçluya verilən savab eyni şəkildə iftar verənə də yazılır. Üstəlik, oruç tutanın savabından azalmır. Ramazan ayını 2 qat oruçlu keçirməyin, yəni oruç tutan bir nəfərə iftar verməyin bir neçə yolu vardır. Bunlardan biri, oruç tutanlara iftar yeməyinin pulunu verməkdir. Məsələn, deyək ki, bir öğün yemək 5 azeyinə başa gəlir. Bu da 30 günə 150 manat edir. Bu pulu verməklə həmin savabı qazanmaq olar. Digər yol isə bəzi regionlarımızda olduğu kimi məscidlərdə və toplu iftar süfrələri açılan yerlərdə oruç tutanlara iftar verməkdir. Əlbəttə ki, belə yerlərdə iftardan 1 saat əvvəl təşviq edici məzmunlu və Rəbbin razılığını qazandıran xüsuslardan bəhs edən proqramlar təşkil etmək bu işin xeyir-bərəkətini daha da artıracaqdır. Ramazanda müəyyən plan çərçivəsində əlimiz çatan yaxınlarımıza, dostlarımıza, tanışlarımıza, evdə və yataqxanalarda qalan tələbələrə də iftar vermək Ramazan ayında 2 qat oruç savabını qazandırır. Qonşulara, qohum-əqrabaya, öz evlərindəcə iftar etdirmək, silə-i rəhim, qohum-əqrabaya baş çəkmək, onlarla münasibətləri qoruyub saxlamaq və yaxşılıq savabını da özü ilə gətirən əməllərdəndir. 2. Köməyə möhtac insanlar üçün sədəqə qutuları. Qəlbləri xeyirxahlıq etməyə meyilli və hazır olanlar bu ay ərzində yaxşılıq etmək və əl tutmaq istəyənlər kiçik sosial işlərlə Ramazan ayını səmərəli keçirə bilərlər. Belə insanların ev və iş yerlərində kiçik sədəqə qutuları qoymaqla bu və ya digər formada əlaqəsi olan şəxslərin himmətini, yardımını toplayıb möhtac kimsələrə çatdırması buna bariz örnəkdir. Bu yolla zahirən bəsit görünsə də əslində ciddi yardım etmək olar. Əsas odur ki, insan bu köməyi qəlbən etsin və başqaları da bu gözəl işə təşviq edilsin. Müsəlmanın köməyinə tələsmək və bir bədənin üzvləri olduğumuzu göstərmək üçün bundan daha gözəl vəsilə varmı? 3. Xeyriyyə qurumlarının, vəqf və dərnəklərin yardım paylama işində könüllü iştirak etmək. Ramazan ayı 4 həftədən ibarətdir. Hər həftənin son günləri ələxüsusda gənclər həyatlarını Allah yolunda xidməti özünə qayə seçən müsəlmanlar yığılmış yardımları paylayan və yoxsullara iftar verən xeyriyyə təşkilatlarının işində iştirak edə bilərlər. Hətta tanımadıqları yerlərə gedərək yoxsul və ehtiyat içində olan insanların dərdlərinə şərik olarlar. Əllərindən gələni əsirgəməz və onlara lazımı yardımı çatdırarlar. Bugün xeyriyyə müəssisələrinin sayı az deyildir. Bu deməkdir, bu dərnəklər və müəssisələrlə əlaqə saxlayıb, onların yardımlarını möhtac insanlara paylamağa könüllü olaraq kömək etmək Ramazan ayına bambaşqa ab-hava qatar və savabı qat-qat artırar. Oruç tuturuq deyə müqəddəs Ramazan ayını miskin təkcə ailəmizlə keçirməməliyik. Çünki Peyğəmbərimizin sallallahu aleyhi və səlləm həyatına nəzər saldıqda Ramazan ayında bir çox mühüm hadisələrin gerçəkləşməsinə şahid oluruq.
Qəlblərin Allaha yönəlməsi naminə xüsusən ürəyi cənnətlə döyünən gənclərin, özünü gənc hiss edənlərin, gəncliyin fiziki keyfiyyətlərdə deyil, fikirdə, davranışda olduğunu bilən, bunu vicdanən duyanların diqqət yetirməli olduğu bu vəsilə ilə Ramazan ayını tamam fərqli keçirə bilərik. 4. Yardıma möhtac insanlara baş çəkmək. Dinə xidməti özünə qayə seçmiş, yaxşılıq etmək arzusu ilə alışıb yanan, hər kəsin kimsəsizlər evini, qocalar evini, tələbə yataqxanalarını, tələbə evlərini, bir sözlə yardıma möhtac insanların qaldığı yerləri hansı dindən olur olsun, ziyarət etməsi az da olsa onların bir ehtiyacını qarşılamağa çalışması Ramazan ayında böyük savablara vəsilədir. Xeyirxahlıq etməyə çalışan hər bir inanclı insan üçün bu ehtiyac sahibləri ilə birgə oturub söhbət etmək, onlara kitab kimi dəyərli hədiyyələr vermək, maddi ehtiyaclarını münasib şəkildə qarşılamağa çalışmaq mühüm vasitələrdir. Xüsusilə də belə müəssisələrdə qalan gənclər təcrid edildiklərini, diqqətdən kənarda qaldıqlarını düşünüb, bütün insanları və ələxüsus dinini yaşamağa çalışanları diqqətsizlikdə, laqeydlikdə ittiham edə bilərlər. Bunda gəncliyin nisbətən tələskən, coşqun olmasının da az-çox rolu var. Qeyd edək ki, əgər belə insanların arasında ibadətdən və Allahdan uzaq olanlar varsa, onların yardımına tələsməyənlər də buna görə məsuliyyət daşıyırlar. Bu məsələdə dini ayrı seçkiliyə yol vermədən, ehtiyacı olan hər kəsə diqqət göstərməli, onların hidayətə çatmasına vəsilə olmaq üçün canı dildən çalışmalıyıq. Bu, eyni zamanda Allah bu dünyada insanların dərdinə çarə olan adamın axirətdəki sıxıntılarından birini aradan qaldıracaq deyə buyuran Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsinə əməl etməkdir. Bugün 4 tövsiyəni oxudum. Sonraki tövsiyələri isə sonraki canlı yayımında oxuyacağım. Hələlik sağ olun, sevgi ilə qalın.